Ona göre Allah bize deyir ki, sevgi dilənçisi olma. Adamları pis günə qoyan bu sevgi dilənçiliyidir. O mənə belə salam verdi, o mənə belə diqqət elədi. Bunun içində varaq biz. Günümüz belə şeylərdən keçir, ömrümüz keçir. Orada mənə belə qarşıladılar, orada filan qədər maşın gəlmişdi, burada filan qədər adam gəlmişdi. Bu belə şeylərlə. Allah deyir ki, səni sevən sevir, mən sevirəm səni, nə işin var sənin? Səni sevən sevir, mən səni xərq eləmişəm, sənə elan edirəm, eşq elan eləmişəm. Nəyin çatışmır? Düşmürsən, ona buna göz dikirsən, biri diqqət elədi, olur sənin üçün yaxşı oğlan. Biri biraz indi fikirli oldu, olur pis oğlan. Güllə dava edirsiniz bu diqqət üçün, filan üçün. Məscidə gəlmişik Allahın sevgisinə cavab verməyə. Sevgi dilənməyə yox, sevirəm artıq deyir. Gəlirik onu sevgiyə cavab verməyə.